Salam dəyərli izləyicilər. Bugün qonağımız Yaralı Kaplandır. Alacağım mən səni, vermərəm əldən səni. Əsl adı Fərid. Bəli, bəli. Soyadın nədir? Əzizov Fərid. Əzizov Fərid. Əslində Əzizov Fərid kimdir? Yaralı Kaplan kimi məşhurlaşmısan da, elədir? Bəli, bəli. Bu insanın həyat hekayəsi haqqında danışacaq və kim olduğu haqqında. Fərid, videolar paylaşırsan, çəkirsən, maraqlıdır. Həmin videoları əslində nə kimi çəkirsən? Komedik janrda mı çəkirsən? Yoxsa sən düşünürsən ki, bu videolar daha maraqlıdır insanlar üçün? Qardaşım, mən sənə bunu siftəsini danışım. Aha. Siftəsi odur ki, qardaş, mənim uşaqlıqdan bu aktyorluğa həvəsim var. Və o da oradan qaynaqlanır ki, mənim dayım aktyor olub, xalq artisti olub. Əjdər Həmidov. Əjdər Həmidov, bəli qardaşım. Əjdər Həmidov xalq artisti, eyni zamanda əməkdar artist olub. Kino və teatr aktyoru. Şabran şəhər Aygünlü kəndində dünyaya gəlib. Allah rəhmət eləsin. Allah eləsin. Mən oradan həvəs var məndə uşaqlıqdan və uşaqlıqdan bu həvəsi mən davam elətdirirəm. Sadəcə onu göstərməyə bir fürsət yox idi. TikTok yarandı. TikToka imkanları yaratdı sən. İnsanlar çoxsu qınayır ki, məsəl üçün bəziləri ki, aynən stolla oynayır falan filan. Bu bir obrazdır. Sən insanları güldürməyə çalışırsan. Yoxsa məsəl üçün Qurtlar Vadisini falan dublaj edirsən, digər dublajların da olur. Yəni əsas bu hansı ki oynadığın TikTokda oynadığın rolların nə məna kəsb edir? Qardaş, düzdür. Mən səninlə razıyam ki, iradlar da gəlir, hətta çox iradlar gəlir ki, bu nədir? Stolu qaldırdın göyə, atlandın, düşdün. Yenə deyirəm ki, qardaş, o videodur və videoda olaraq qalır. Sadəcə olaraq mən orada öz qabiliyyətimi, məharətimi göstərirəm, bacarığımı göstərirəm, qardaş. Belədir ki, belə deyək də, Orxan qardaşım, bunu televiziyada həmin adam eləyirsə normal baxılır. TikTokda eləyiriksə, bu bacarığı göstəririksə, deyirlər belədir, hələdir, artıq əksik nəsə yazırlar. Yenə deyirəm ki, mən o bacarığımı imkanım yoxdur. Televiziyada göstərim, TikTokda göstərirəm. Yəni əslində insanların üzün güldürmək istəyirsən də, elədir? Əlbəttə ki, insanların üzündə təbəssüm yaratmaq və müəyyən qədər bacarığım olduğunu insanlara çatdırmaq ki, mən də bunu bacarıram, bu aktyorluğu. Yalnız TikTokda paylaşırsan da üzr istəyirəm. Instagram, YouTube yoxdur. Xeyr, məndə ancaq TikTokdur, qardaş. Cavab verməmişdən öncə bir söz deyim. Sənin videoların daha çox Instagramda paylaşılır, bilirsən ya yox? Valla qardaş, mənə deyirlər, bir-iki nəfər mənə deyir ki, sənin videoların Instagramda keyf verir, belə deyək, loru dildə. Qardaşım, mənim inan ki, onlardan xəbərim yoxdur. Çünki mənim Instagramım yoxdur. Nə də ki, başqa Facebookum, adına klassikim, heç bir sosial şəbəkəm yoxdur, Orxan. Bir dənə TikTokdan TikTok başqa. platforması. Əsas neylə məşhurlaşdın? Yəni sənin hansı videon TikTok platformasında partlatdı? Orxan, heç mən gözləməzdim özüm də. Mənim banan videom partlatdı, açığı da, gəl belə danışaq ki, banan videosu partlatdı, qardaşım. Prosta video axtarırdım, çıxdı qabağıma, gördüm ki, bu banan videosun görüntülü şəkildə heç kim çəkməyib, sadəcə WhatsAppda səsdən ibarətdir. Mən dedim ki, onu görüntülü şəkildə insanlara göstərəcəm və paylaşacağım bu videonu. O uşaq səsini çıxardırdın, böyük səsin, hansı ki orada baba nəvə məsələsi idi. Bəli, baba-nəvə məsələsinə oxşar bir məsələ idi. Hansı ki, orada ata-uşaq məsələsi idi. Sonradan mən onu böyütdüm ki, gördüm o video tutdu. Ondan sonra biraz da abarotqanı böyütdüm. Baba-nəvə ki, əlavə obrazları artırdım. Cəmləşdirdin, tamam, anladım. Yəni sən əslində bunu komedik janrda eləmisən də, yəni insanları güldürmək üçün. Mizah bir qol. Çoxsu yəni düşünür ki, sən orada ciddisən və səndə psixoloji problemlər var, bilirsən? Yəni bu barədə insanların çoxsu bu formada çıxır. Qətiyyən Orxan, qətiyyən qardaşım, bu sadəcə olaraq bir videodur, obrazdır. Bu aktyorluq hansı ki sənin arzun idi ki, onu reallaşdırmaq istəyirsən də, belə deyək. Əlbəttə ki, mən uşaqlıqdan arzumdur, qardaşım. Bu bacarıq, bu istedad məndə var. Mən bunu hiss eləyirdim. Sadəcə bunu göstərməyə fürsət yox idi, qardaşım. Mən bunu harda göstərə bilərdim? Ki, TikTok açıldı və mən TikTokda başladım o bacardığım qədər məharətlərimi göstərməyə. Qısa zaman ərzində heç düşünürdünmü bu qədər populyar olacaqsan?
düşünməzdim qardaşım. Mən sadəcə başladım buna bir həvəslə, maraqla ki, özüm də bekar adam idim. Dedim, buna vaxtımı öldürəcəm sadəcə olaraq. İndi 300 nəfər, 500 nəfər, 700 nəfər baxar ya baxmaz qardaşım ki, bu mənada başladım bu işə və heç özüm də gözləmədən mənim banan videom 2 milyon rekordu qırdı. Daha çox digər səhifələrdə paylaşıblar, izləmə də çox gəlir. Populyarlığın sənə mənfi kimi təsiri var, müsbət kimi təsiri var. Bəli, mənfi təsirləri də var. Nədir mənfi təsirləri? Çoxdur. Mənfi təsirləri odur ki, qardaş, bugün mən video çəkirəm. Bugün sən mənə başa düşürsən və sənlə bərabər bir çox bu işi başa düşən ki, TikTokda video çəkmək sadəcə olaraq videodur, onu başa düşənlər mənə başa düşür. Ki, mən sadəcə öz bacarığımı, qabiliyyətimi göstərirəm. Amma digər tərəfdən qardaşım ki, biraz ev, qohum, əqrəbə indi daha çox dərinləşdirmək istəmirəm ki, buna razı deyirlər və mən prosta bu həvəs məni başa düşsən. Yəqin ki, görüb deyirlər sənə, dostdan, tanışdan, ay çəkmə, lazım deyil, səni orada qınayırlar, belə bu sözlər gəlir də. Bəli, bəli qardaşım, bunlar da olur. Məşhurlaşmamışdan öncə bir çox adamın eşitdiyi sözlərdir bunlar. Hansı ki, populyarlaşmağa başlayanda hər kəs tərəfindən qınanılırsan, o ki, sonda kulminasiya nöqtəsinə gəlib çatanda hər kəs alqışlayır ki, halal olsun, afərin, Fərid bunu bacardı. Olur belə şeylər, bilirsən də yəqin ki. Olub qardaşım, mən bu işə təzə başlayanda çox oldu mənim üstümdə baskılar, belə deyək ki, qohum, əqrəbə, dost, tanış oldu ki, yəni çıx bu oyundan. Amma pes etmədin. Ki, mən pes etmədim. Bunu yenə deyirəm ki, bunu bir acıq olaraq demirəm və hətta onu demək istəyirəm ki, mənim xətrimi çox istəyən insanlar yenə deyirəm mənim yaxşılığım üçün deyiblər ki, çıx. Prosta çıxa bilməmişəm də, brat. Dəhşət bir həvəsim var mənim buna. Sən yəni bağlısan da, bu bir asılılıq artıq yaranır səndə. Asılılıq kimi bir vərdiş. Bir dəfə sənin belə bir videonu gördüm. Amil ağzı bədil Muğam oxuyurdun sən orada. Mən özüm belə baxdım, dedim, Fərid o qədər canlı oxumuşdun, oynamışdın, dublyaj etmişdin də belə deyək onu. Mən özüm də inandım ki, Hayatımda müqəddəs bildim atamım. Atana hörmət elə, oğul ey oğul. sonradan orada rəy bölməsində görüm ki, həmin muğamı oxuyanın özü yazıb ki, mən heç özüm belə, yəni bu cür canlandırmamışam da bu. Düzsün gözəl qardaş. Olub elə bir şey. Mən muğamları parodiya elədim bir müddət və oradan Amil Ağcabədili və Amir Ləkili buradan dəyərli sənətkarlara salam göndərdik. Ki məni şərhlərdə bəyəndi və dəstəklədi ki, yaxşı eləyirsən, bizim muğamların parodik formada yaxşı öhdəsindən gəlirsən, biz bunu dəstəkləyirik. Yəni, Sağ olsunlar. mən üçün bundan böyük bir fəxr, sevincisi nə ola bilər Orxan? Ki, mən bunu deməli, yaxşı tanıtdıra bilmişəm, yaxşı çatdıra bilmişəm o videonu izləyiciyə ki, hətta həmin o mahnını oxuyan, o muğamı oxuyan özü, o sənətkar özü də hətta mənim videomu bəyənib, dəstəkləyib və hətta təkrar paylaşıb. Bəs sənin üçün elə bir video olubmu ki, o videoya görə çox çətinlik yaşayasan, məcbur qalıb siləsən? Olub elə bir videom? Olub qardaşım, olub elə bir video. Mənim bir videom var idi, qardaş, lap əvvəllər, hansı ki təzə başlamışdım bu işlərə, bir 3-4 ay idi. Ki bir şir videosu gəldi. Şir videosu qardaş. Şir səsi çıxartmışdın o videoda. Bəli, şir səsi, güya şir gəlir Görmüşdüm, ormandan. milyona yaxın gəlmişdi. Ki mən onu canlandırmalı idim. Hı. Ki o səslə, o emosiyanla, o hərəkətlərlə ki mən onu elədim qardaş, tutdu, düşdü kəşfətə, amma qınanıldım, biraz başım ağrıdı, söz-söhbətlər oldu. Yəni belə şeylər də var qardaşım. Burada. Bu arada biz Şabran şəhərində Karvan restoranındayıq. Ətraflı videoqrafımız Nurlan Məcid çəkib sizə təqdim etsin restoranı. Bundan sonra nə düşünürsən, nə fikirləşirsən, nə kimi planların var? Valla qardaşım, mənə də yazırlar şəhərlərdə, deyirlər ki, bəs
nə etmək istəyirsən, hansı zirvəyə yüksəlmək istəyirsən, və yaxud da komedixanaya Məqsədin getmək nədir? istəyirsən. Soruşurlar məndən qardaşlarım. Yenə deyirəm ki onlara, Orxan, həqiqi sözümdür, tam səmimi sözümdür ki, mən heç bir zirvəyə yüksəlmək üçün bunu eləmirəm. Sadəcə bir vərdişdir, xəstəlikdir məndə, primiçkadır məndə qardaş video çəkmək. Həvəsim var da qardaşım. Otururam tək sakit evdə videolarımı çəkirəm. Prosta istəyirəm ki, kəşfiyyətə düşdüm. Başqa heç nə istəmirəm. Anladım. Əslində o mövzu var idi. Ata mənə banan alarsan, o bir WhatsApp səs yazısı idi. Yəni amma Fərid onu elə mükəmməl oynamışdı. Hamı elə bilirdi ki, həqiqi danışıqla yəni hazırlanıb o video. Halbuki o dublyaj eləmişdi onu Fərid. Doğrudan da elədir, doğrudan da elədir. Sonra mənə elə gəlir ki, sən kimin səsin dublyaj eləmişdin, orada sənə narazılıq bildirmişdilər ki, bəs mənim səsimdən çəkmə. Olmuşdu qardaşım, olmuşdu. Bir video bloger var, indi daha ad çəkməyəcəm. Yox, çəkməyəydin. Bakıda olan uşaqlardandır. Onlar da əjdaha kimi videolar çəkirlər. Bir daha deyirəm, uğurlu olsun işləri. Yəni, olmuşdu. Demişdi ki, mənim videolarımı qardaş eləmə, bu mənə aiddir, temasını mən qurmuşam, mövzusunu mən qurmuşam, mən çəkmişəm. Ondan sonra da ki, gəldi, şirniyyatla çay içirəm. Şirniyyatla çay içirəm dostlar. Nuş olsun. O şekilde temalarımız oldu bura. Siftəsi oradan başladı. Bu qədər dəyərli dostlar, siz də ətraflı olaraq daha fərqli mövzular, bu haqda videolar görmək istəyirsinizsə, səhifəmizi izləyin, videomuzu bəyənin, təkrar paylaşın ki, bax belə qonaqlarımızı dəvət edib sizinlə tanış edək. Daha yaxından daha tanıdaq belə. Hamını salamlayıram. Allah sizləri qorusun.